Salam, axşamınız xeyir. Xəbərin brendi günün trendi efirdədir. Alov yandı, kül oldu. Los Angeles Kabilə bənzəyir. Birləşmiş Ştatların siyasətinə etiraz edənləri Trump administrasiyası küçələrdən yığa bilmir. Amerika Birləşmiş Ştatları polisinin gücü qeyri-legal miqrantlara çatmır. Bir miqrant 3 polisi doğulduğuna peşman etdi. Dünya Birləşmiş Ştatlardan danışır. Amerika Birləşmiş Ştatlarında isə polis danışan jurnalistə güllə atır. Ukrayna Rusiyanı küncə sıxdı. Rusiya Müdafiə Nazirliyi üçün naviqasiya texnikası istehsal edən zavod dronlarla partladıldı. Daha bir hücum isə aerodromu olub. Nəticədə 2 təyyarə məhv edilib. Nə döyüş səhnəsidir, nə də yeni il atəşfəşanlığı. Kürdəmirin Şilyan kəndində yüksək gərginlikli elektrik xətti qırılaraq vətəndaşın həyətyanı sahəsinə düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb, amma bu cür hadisələrdə xoşbəxtliyə hər zaman arxayın olmaq olmaz. Həyətyanı sahənin üstündən yüksək gərginlikli xəttin keçməsi potensial təhlükədir. Məhəmmədi kəndində göldə balıqlar kütləvi şəkildə tələf olub. Hazırda Kənd Təsərrüfatı Nazirliyi bu məsələ ilə bağlı araşdırma aparır. Ümid edək ki, bəzi işbazlar həmin ölü balıqları piştaxtalara daşımaz. Bakıdan Bərdiyə qədər ilanla yol yoldaşı oldular. Yasamal rayonundan çıxan avtomobildə ailə üzvləri ilanla qarşılaşıb. İlan avtomobilin üzərində yol boyu hərəkət edib və 4 saatlıq səyahət ərzində maşını tərk etməyib. Nəhayət ilanla birgə səyahət Bərdə rayonunda sona çatıb. Peterburqun körpüsü səhərlər açılır, axşamlar bağlanır. Saray körpüsü də bu gün açılır, sanki sabah bağlanır. Hələ bağlanmayıb, amma bağlana bilər. 18 mart 2025-ci ildə təmirdən sonra açılan Saray körpüsü kələ-kötürü ilə diqqət çəkir. Sosial şəbəkələrdə yayılan videolar bunu deməyə əsas verir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi isə deyib ki, körpü ilə bağlı yayılmış məlumat yalandır, dezinformasiyadır, körpüdə hər hansı bir problem yoxdur. Ürəyi zəif olanlar ekrandan uzaqlaşsın. Sizə bir piyada məsuliyyətsizliyinin yaratdığı faciədən danışırıq və an-ban kameralara yansıyan görüntünü təqdim edirik. Goranboyun Qızılacılı kəndində minik avtomobili 11 yaşlı qızı vurub. Hazırda vəziyyəti kafidir. Həm 11 yaşlı bala ağır xəsarət aldı, həm də sürücü əzab əziyyətə düşdü. Gərək piyada kimi yol hərəkət qaydalarını valideynlər də, məktəblər də uşaqlara vaxtaşırı öyrətsin. Cəmi 23 dollara Azərbaycandan Birləşmiş Ərəb Əmirliyinin paytaxtına getməyi mümkün olduğunu desəm inanarsınızmı? 18 iyundan bu qiymətə Qəbələdən Dubayın qonşusu Abu Dhabiyə uçmaq mümkün olacaq. Düzdür, indi bu istlərdə adamı Dubaya, Abu Dhabiyə havayı da aparsalar getmək istənməz. Daha çox ərəblər Azərbaycana gələcək. Amma hər halda cəmi 23 dollara bu iki ölkə arasında uçuşun mümkünlüyü adamı sevindirir. Paytaxtda Bakubasın avtobusu Fordla toqquşdu, meyvələr yola dağıldı. Cəmi bir neçə ay dünyanın super gücünün ali kürsüsündə ikinci dəfə, amma bu dəfə daha çox dostu Elon Musk'ın köməyi ilə əyləşən Donald Trump dünyanın ən varlı adamı ilə indi yola gedə bilmir. Trump Musk'dan tramplin kimi istifadə etdi. Musk da sanki maskasını dəyişdi. Gözünün altı göyərən Musk'ın Ağ Evdə hətta döyüldüyü iddialar da var. Neçə gündür Bakıda və bölgələrdə elə yağış yağır ki, tutucundan çıx göyə. İngilislər isə gür yağışı göydən ilan qurbağa yağır cümləsi ilə ifadə edir. Deyəsən İngilislər demiş, Ramanada da qurbağa yağıb. Yağışdan sonra yollar xırda qurbağalarla dolub. Yağ ey yağış, yağ Ağdamın Sarıcalı kəndinə. Bu kəndə qonaq gedən bir vətəndaş əkilən küknar ağaclarının susuzluqdan qurumasından şikayət edir. Gəlin onun özünü dinləyək. Afişir Bey. Qardaş, mən bura qonaq qismində gəlmişəm. Amma heyfdir da, bu boyda çəkilən xərc, bu boyda ağaçların əkilməyi, nə bilim.
Bakıda mərkəzdə bir park var ki, dəmir barmaqlıqlarla hasarlanıb. Qapısını tapmaq, tapmaca tapmaq kimidir. Yanı ilə gəlmişəm ki, qapı tapım ki, içəri keçimdə. Bu da bir dənə qapı var idi, yazılmışdı ki, təhlükəsizlik baxımından giriş qadağandır. Nə təhlükəsizliyi də başım çıxmır, nəysə. Bu da yəqin ki, tunel dedikləri. Oradan keçib buradan çıxacağam. Amma mən indi ora necə keçəcəm da? Yəni indi keçid zaten yoxdur. Hada qapı tapdım. Qıfıllıdır. Mən buradan keçsəm cəza məza yazarlar. Keçid tapmıram. Keçid tapmıram. Keçid tapmıram. İlahi pərverdigara. Bilməm neçə zibilyon saat sonra tapdım. Təmizlik də imandandır. Axı təbiət qoynunda dincələn bəzi şəxslər təbiətin sonsuz bir zibillik qutusu olmadığını bilmir. Lap tutaq ki, onlar bilmir. Bəs aidiyyatı qurumlar niyə belə vəziyyətə göz yumur? Bu təbiətin yaratdığı mənzərə, Allahın verdiyi bizə gözəl mənzərə və bu da insanların yaratdığı mənzərə. Görün necə zibilləyirlər buraları. Baxın. Sonra da deyirik, niyə belə turistlər gəlmir, gələn turistlər niyə narazıdır? Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Turizm Agentliyi, hara baxırsınız? Kim hara baxır bilmirəm, amma bütün Azərbaycan indi günün trendinə baxır. Sizdən danışırıq. Cəllabadın Babalı kəndinin sakini Namiq Ağayev həyətyanı sayəsində saxladığı heyvanların tələf olduğunu bildirir. Nə özü çarə tapa bilmir, nə də çarə tapacaq baytar. Özü danışsın. Bununla üçüncü qoyundur ki, bu formada ölür. Balası da qarnındadır. Və mənə maraqlı olan bir şey var ki, baş baytarlığa deyirəm, yəni Cəllabad rayon baytarlıq idarəsinə müraciət edirəm ki, analiz götürmək lazımdır, baxmaq lazımdır. Ümumiyyətlə oradan baxan yoxdur. Orada bir normal bir həkim göndərə bilərlər, o yoxdur. Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsinin ləğv edilməsi barədə mediada xəbərlər yayılıb. Qeyd edilir ki, əgər ehsan verilməsi aşkarlanarsa, vətəndaşlar cərimələnir. Amma Samux rayonunun axundu İlham Məmmədov deyilənləri təkzib edib. Bu ağ yalandır. Heç bir məcburiyyət yoxdur bu məsələdə. Yəni kimsə də hər hansısa bir şəxs, hüzuru olan şəxs qalxıb deyə bilməz ki, mən cərimələnmişəm, neynəmişəm, nə varmışam. Yəni bu insanların könüllü olaraq təklif etdiyi məsələlərdir. Mini futbolçularımızın bir neçə gün öncə dünya çempionu olması bir daha sübut etdi ki, Azərbaycanın qazana bilməyəcəyi uğur yoxdur. Əgər bu sözümə şübhə olaraq, ilk olaraq ağlınıza futbol gəldisə, deyim ki, futbola da həvəs var. Elə stadionlar da var. Qalıb biraz oynamaq. Qusar rayonu İmamqulu kəndində, dağların qoynunda, təbiətin içində futbolu və azarkeşləri görmək Azərbaycan futbolu adına adamda bir ümid yaradır. Futbolda ayaq işləməlidir. Əl yox. Kim günahkardır bilmirəm, amma futbolçularımızın ayaq zərbələri yox. Yumruq zərbələri ilə gündəmə gəlməsi təəssüf edicidir. 21 yaşlardan ibarət milli yığmamızın Montenegro komandası ilə oyununda əllər, ayaqlar bircə işləyib. Və sonda futbol oynamağa Azərbaycan, evlənməyə isə vətən yaxşı deyən Qarabağ klubunun Albaniyalı futbolçusu ölkəsinə qayıdıb. Amma cəmi bir neçə günlük Qarabağın Albaniyalı futbolçusu Redon Cica vətənində Kristina adlı xanımla ailə həyatı qurub. Gəlin izləyək. Sizdən danışdıq, günün trendini izlədiniz. Odur ki, göndərin bizə videoları, sizdən danışaq, sizi göstərək. Hər gün 22:10-da Space televiziyasının efirində sizin aparıcı Elvin Baskalının təqdimatında günün trendi. Bu günlük ilk buraxılışımız bu qədər. Sağ olun, görüşərik, vədimizə sadiq olaq.